Esselamu Aleyküm ve Rahmetullah. Gördüğünüz kimi qəbir sanlıqdayım. Və ümidlərin sona yetdiyi bir yerdəyim. Qohum əqrabanın, ailənin, malın, pulun, vəzifənin heç bir işə yaramadığı bir yerdəyim. Kimsə böbürlənməsin, kimsə kibirlənməsin, kimsə bu həyatda ölümsüz kimi davranmasın. Kimsə nəyisə onu ölüm gəldikdə xilas eləyə biləcək deyə düşünməsin. Bugün üçün hər zaman hazırlıqlı olun. Bugün üçün üzünüzü ağ eləyən xeyirxah və gözəl əməllər etməyə çalışın. Çalışın, malınız, pulunuz, vəzifəniz, gücünüz, qohum əqrabalarınız sizi uca olan Allah'tan yayındırmasın. Əksi təqdirdə heç bir şey sənə bu günə qovuşduğun zaman fayda verməyəcək. Baxın, nə heç kəsin yanında malı, nə heç kəsin yanında pulu, nə vəzifəsi, nə də heç kəsin hətta yanında sevdikləri belə yoxdur. Hər kəs etdikləri yaxşı və yaxud da pis əməlləri ilə baş-başadılar. Və qiyamət gününə qədər ölən hər kəs bərzəx aləmində qalmağa məhkumdur. Daha sonra Allahın əmri ilə həşr olunub, dirilib, etdikləri əməlin ya mükafatını, ya da onun xeyrini görməyə məhkum olacaqlar. Bu günü heç vaxt unutmayın. Allah Azze ve Celle hamımıza xeyirli ölüm nəsib eyləsin. Və ona qovuşarkən son kəlməmizi La ilahe illallah deməyi nəsib eyləsin. Və biz öldükdən sonra, huzuruna qovuşduqdan sonra, bax bugün başımıza gəldikdən sonra bizim arxamızla gözəl və xeyirli dualar eləyən övladlar, dostlar və qohum əqrabalar nəsib eyləsin. Esselamu Aleyküm və Rahmetullah.